Açırıq Yunus surəsinin 11-ci ayəsini. Elə ki, insana bir narahatlıq, bir problem üz verdi, bizi uzanan yerdə, əyləşən halda və ya ayaq üstündə çağırar. Yəni, hər bir halda bizə dua edər. Amma elə ki, biz onun problemini aradan apardıq, çıxıb gedər, sanki o problemin həlli üçün bizi səsləməmişdi. Ah, insana! Beləcə, israf edənlər üçün onların etmiş olduqları əməllər zinətli göstərildi. Siz Allah bu səmimiyyətdir. Bilsən ki, bir adam sadəcə səndən istifadə edir. Belə də eləməlisən də, jargonuyla səndən nəsə tələb edir. Sən onunla necə rəftar edərdin? Nə yaxşı ki, Allah insan deyil. İnsanda bir pak fitrət var ki, Allah insanı qoyub. Yəni, insan elə yaradılıb ki, öz xaliqi ilə rabitədə olsun. Elə ki, problem və çıxılmaz vəziyyətə düşür, sanki bu hicab aradan gedir və biz Allahla rabitə qururuq. Aman, elə ki, işlərimiz qaydasında düşdü, hər şeyi unuduruq. Sanki heç dua etməmişik. Yaxşı, israf edənlərin əməllərini onlara zinətli edən kimdir? Allah. Amma bu yolla ki, öz əməli ilə çirkin işlərin içinə bulaşdıqca insanda bir vərdiş halı yaranır. Onlara öyrəşir. Hətta bəzən arsız kimi bulaşdığı pis işləri yaxşı iş olduğunu sanır. Bəs nə üçün ayədə o adamlar israfçı kimi tanıtdırılıblar? Əzm öz həyatını bihudə şeylərə sərf edən, mənasız işlərlə məşğul olan, öz gəncliyini, qüdrətini, pullarını havaya sovuran insandan daha israfçı kim ola bilər? Mənim əzim, Allahı hər zaman yad et, xüsusilə yaxşı günlərində. Çünki pis günündə onu çağırmağa heç olmasa üzün olsun.